Qardaş burada belə bir yorum yazıbdı. Bax, gözəl qardaş, saqqal haqqında yazmısan ki, saqqal nəysə belə böyük saxlayırsan deyə bilərsən. Yəni, düşün ki, Muhammed Peyğəmbər və digər Peyğəmbərlərin də saqqal olub və onların saqqalı bizim saqqalımızdan da böyük olubdur. Yəni, onlar hamısı saqqal saxlayıblar. Yəni, Peyğəmbərin saqqalı gördüyüm mənim saqqalımdan da böyük olubdur. Hətta onun sahabələri də saqqal saxlayıblar. Yəni, saqqal saxlamağı Peyğəmbərimiz mömin kişilərə əmr edibdir. Buyurubdur mömin kişilərə. Və ona görə də müsəlman saqqal saxlayanda, yəni, necə deyim, dəbə uyğun saxlamır. Müsəlman saqqalı ona görə saxlayır ki, yəni, Peyğəmbərimiz əmr edibdir. Yəni, Muhammed Peyğəmbərin əmrinə itaət eləmək, həmçinin Peyğəmbərimizin sünnətinə əməl eləmək, saqqal sünnətinə. Yəni, saqqal saxlayarkən, yenə deyirəm, müsəlman yəni, onu düşünmür ki, dəbə uyğun saxlayım. Müsəlman düşünür ki, Allah Rəsulunun, yəni Peyğəmbərimizin əmrinə əməl edeyim, itaət edeyim. Məsələ budur, gözəl qardaş.